Salam, sabahınız xeyir. Qurban bayramı sifarişlərinə başlamışıq. Bunlar meyvələrdir. Bunları axşam hazırlamışıq. Ona görə çəkə bilməmişəm tam olaraq. Dedim, çəkim sizlə də bölüşüm hazırladıqlarımı bugün. Uzun müddətdir ki, YouTube'da aktiv ola bilmirəm. Mamam bir kofe pişirir. Bizə gələndə inanırsınız əlimə fürsət keçir. Ona hər gün səhər özümə kofe pişirdirirəm. Burada tort hazırlayacağım. O var. Yavaş yavaş pişir. Artıq paxlavanın bir saniyə işığını yandırım. Paxlavanın nə deyirdilər? Şərbəti hazırdır. Anam o yüzden o bir otaqda, çünki bizim qaşımı da hələ aldırmıram, çünki qaşımı düzəltdirməyə fikrim var. Məni səliqəsiz görə bilərsiniz, amma işlərimiz var, ona görə yəni bəzənib düzənib makyaj etməklik halda deyiləm. Deməlim, amma orada paxlava hazırlayın. Gedəcəm onun yanına. Gedirik daha doğrusu onun yanına sizlə bərabər. Bu istəmə ləkə düşüb. Sizcə mən buna nə edə bilərəm? Meyvə hazırdır, amma yenə istəyiblər, yenə hazırlayacağım. Kuzu keksi hazırlayacağım. Daha sonra kuzu keksi hazırlayacağım. Daha sonra şeker bura, paxlava, bunların hamısını hazırlayacağım sizlə bərabər. Başlayaq. Kofe içəndə özümə gəldim də, yəni. Yəqin ki, ən son paylaşdığım videosuna baxmısınız, biskvit videosuna baxmısınız və o videoda bu gördüyünüz möhtəşəm qalxan bir biskvitin resepti var. Paxlava oturduğumuz otaqda pişiririk bu arada. Mama getdi bunu aldı. Bu nədir? Bunun üzəri üçün süfrə aldı. Klyonka materialında. Yağlı bir şey olanda bunun üzərində eləyirik. Həm də hər yer təmiz qalır. Heç nə olmaz. Hazır. Diametrdir bunun diametri, yəni figuru 30 diametrdir bu qab. Bu hazır. Qəşəng düşüb özdə. Yəni göstərmək bunu. Maşallah deyək. 30 diametr. Oy. Buna bu istiləri sətmişəm ki, çıxmasın. Bir-iki dənə belə bildiyim metodlar var ki, üsullar var. İstəyirəm sizlə bölüşüm. Baxın, belə bir göstərmişəm, paylaşmışam səhifədə. Bir o var, bir də ətrafına belə əgər qıraqlardan çıxırsa, bir baxdım ki, bir çox xanımın problemidir. Qıraqlardan çıxırsa, un da əlavə edəndə, baxın ətraflara qətiyyən heç 1 qram da çıxmır, yəni. Hayfa getmir də. Ətrafa çıxanda tortun biskvitindən elə bir ki gedir. Yəni onu biz istifadə eləyə bilmirik. Hop. Bu benim. Bunu indi çevireceğim. İşitirsiniz sesi. Buradan ses gelir. Küləyin sesindən bunu eşitmək olar. Vallahi bir küləyə sirk içirdi. Zorab. Yaylığım. Önlüyüm. Karşı bir şey giymişim. Ha. Bunda hazır
hazırlayacağım. Çünkü qabım... Bu nerede? Valla ne oldu? Hazır. Elə bir çolaq həmin onu çox əlavə elədim. Bir çimdik tuz. Şimdi gel onu siz taraftan almışam. Çok hemen tamam. Küləyin səsinə baxın. Belə dayanmır küləyi. Mamamın paxlava kəsməyinə söz yoxdur da yəni. Ən aşağıya qoyuruq paxlavanı bişməyə. Ən aşağı və 170 dərəcəyə klasik rejimə. Baxın, görürsünüz bunu. Bayaqdan çəkə bilmirəm, başım qarışıqdır. Paxlava bişir. Güllərimiz kəsilib. İndi də nə olur? Boğça şirniyyatı, yəni boğça şəkər bura hazırlanır. Məncə yaxşıdır. Gəl tut bunu toru. Tut da. Yumurta ağı ilə eləyirəm ki, qopmasın. Yəni gülünün qopmamaq üçün altına yumurta vurmaq lazımdır. Ondan heç olmuyor. Bir 10 dənə yeməlisən. Sən də yemirsən. Bir vaxt var yeməyə. Orada yeməyimiz üzrə hazır deyil. Açmamışam. Elə. Neden? Ha yok. Haraçmaqdan da bir. Dəymə, özüm götürəcəm.
Şey hardadır? İğne hardadır? İğne istəyir də yaxşı. Yox da belə gəlmir. Belə çox rahat olur. Belə. Bir dənə qoyursun. Paxlavamız, şəkər buramız hazırdır. Qaçıram indi meyvələri rəngləməyə, onu da çəkib sizlə sizə göstərdim. Onu da çəkib sizlə paylaşacağım. Söz deyə bilmədim. Keçir, başım ağrıdı. Məcburən başımı açmalı oldum. Başımı ümumiyyətlə mən bağlayanda başımda ağrılar yaranır. Bilmirəm niyə. Keçirik rənglənməsinə. Mənim meyvə şirniyyatı bişirəndə ən elə deyəsən bu da ağrıdır. Ən sevdiyim proseslərdən biri onu rəngləməkdir. Sarı rəngi olaraq meyvə şirniyyatının hazırlanmasında sarı rəngi olaraq bu rəngdən limon rəngindən istifadə edirəm. Qırmızı rəngi olaraq da çiyələk rəngindən mən istifadə edirəm. Keçirik tez bazar hazırlanmasına, çünki axşam mənim sifarişim. Mən ilk öncə sarıları, çünki hamısına gedəcəm. Mən yenə qeyd edirəm, əlcə istifadə edə bilmirəm. Əlcə malzemələrini qaşındırır. Şeker tuzu, rengimiz. Bu ne sesli gəlir? Deyəsən qonşudan gəlir, ev remont edirlər. Anladım, başçı demek. Bunu indi sizə göstərmək üçün burada eləyib bu yana yığacağım. Görünür görəsən oradan nələr Allah. Çok güzel olduk biz. Çok güzeldi. Ne yersen? Olsa götür. Bu başlayayım ben. Ya ondan tuzum tamam.
Bu ne Çəkirdi. böyükdür, hə. Hara qoyun? Götür onu. Mən onların hamısını kəsirdim. Bir kəsin. Mən tezi sildim. Mənə. Yəni ki, 3 kilo gəlməz bu meyvə gələr. Niyə gəlməsin ki? Havalar gələ verər də. Geçirdiler. Çok geceydiler. Geçen sefer pişirdiler de böyleydi. Gözler düşmüştü. Mama çay demlesene. Çay içsem Kara çay değil istiyorsan. ha. Yok kara çay yok. O birisi ölçü. Sonra? Bir şeyden var ya da onu özüm eləyərəm, sen bilmezsin. Hə. Ha, bu belə qalsın. Ona yığ. Ha? Ha, gör necə yapırsan, yorulmuşsan da, nə səhər tezdən, nə ayaq üstəsən. Başım ya, oraya görürsən ağrıyor. Elə bil o qədər möhkəm bağlamışam, qulağım da ağrıyır, başımda. Görək. Ətrafına istəyirəm qoyam ki, bu burada dağılmasın, aşmasın. Hamısından gözəli belədir. Düzdür. 4, yox, 5, 6, 5, 10, 15, 20. 5, 10, 15, 20. Hazır. Bu istəmə saymıram. Kimsə yazır mənə qurxaq.